Tovuz mahalı, Oğuz yurdumu bilsən də sazın sözün diyarıdır. Hüseyin Bozalğanını yetirən bir mahaldır. Aşıq Əhbəri, Aşıq İmranı. Günlərin bir günü Aşıq Hüseyin Bozalğanlı ilə ağsaqqallar məni yaxşı başa düşərlər. Aşıq Hüseyin Bozalğanlı ilə Aşıq Ələsgər məktublaşırlar. Amma onlar heç vaxt bir-birinizin görmürlər. Aşıq Hüseyin Bozalğanlı yoldaşına deyir ki, xanım, gedirəm Göyçə mahalına. Gedirəm Göyçə mahalına. Ya bu sazı Aşıq Ələsgərə uduzacam, ya da onun sazını alıb gələcəm Tovuza. Atını mindir mahal gedir Göyçə mahalına, çatır Ağkilsə kəndinə, Göyçə mahalında Aşıq Ələsgərin evini soruşur. Bir uşaq bələdçilərə Aşıq Ələsgərin evini göstərir. Çağırır, ay evyəsi Aşıq Ələsgərin yoldaşı Hana xanım çıxır, deyir, bəli qardaş eşdirəm. Deyir, Aşıq Ələsgər evdədim, deyir, yox. Filan qonşu kənddə toydadır. Aşıq Hüseyin Bozalğanlı gedir həmin toya, Aşıq Ələsgər də məclisdə cövlan ilə saz sinəsində. Bunu görən kimi deyir, yaxınlaşır, Aşıq Hüseyin Bozalğanlı, xoş gəlmişsən. Amma bunlar heç vaxt bir-birinizin görməyiblər ha. Onu hardan bilib ki, onun məclisində gələn Aşıq Hüseyin Bozalğanlıdır. Aşıq Ələsgər də bilirdi ki, qardaşı, onun məclisində cürət edib gələn yalnız Aşıq Hüseyin Bozalğanlı ola bilərdi. Evə gəlir bir müddətdən sonra, bir həftə qonaq qalır Göyçə mahalında Ağkilsədə, yoldaşı deyir ki, Aşıq Hüseyin, nə sazını vermədin, nə də başqa bir saz gətirmədin. Deyir, arvad, Aşıq Ələsgər də sazı əlindən Allahsı kişi döymüş. Bizim Tovuza gələndə mən fikirləşdim ki, Tovuzumuza hər aşıq cürət edib gələ bilməz. Amma sən də Tovuzumuza yaraşan bir aşıqsan. Mən izlədim ki, Orxan Ağdaşlı bir alqışlayağın. Əgər o cürət edib Tovuza gəlibsə də, deməli öz sənətinə güvəni var, etibarı var, inamı var. Mən sənə əhsən deyirəm, qardaş. Xoş gəlmişsən. Var olasan. Və məclisimiz də öz axarınla davam edir.